Əziz tamaşaçılarımız, bəli, söhbət bilirsiniz kimdən gedir? Nuraydan gedir, bizim əzizimiz Nuraydan gedir. Nuray Şahsuvarlıdan gedir ki, hal-hazırda vaxt gəlib çatıb ki, dəvət eləyək. Dəvət eləyək və bugün bizi izləyən bütün balalara Nurayın ifası. Bura gəlişə hədiyyə olacaq. Xoş gəldin Nuray. Necə gözəldir səni burada xoş görmək. Gəlmişsən. Yenə də Nuray bizimlə bərabərdir. Bilirsiniz ki, bu gözəl Nuray balamızın ifa etdiyi o mahnı hamının qəlbinə yayırdı. Onun ardıca xalq artistin Eyyub Yaqubov, Fuad müəllimlə bir yerdə onu öz solo konsertinə dəvət eləmişdi. Orada da o gözəl ifasını təqdim etdi və yeni bir ifası var, Füzuli kantatasıdır, elədirmi? Bəli. Salam, səndə mikrofon var, danış, bu mikrofonu sonra bunda oxuyarsan. Buyur Nuray, eşidək səni. Hər kəsi salamlayıram mən də. Öncəliklə bura dəvət etdiyiniz üçün yenə də çox təşəkkürlər. Mən artıq Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbini bitirib, 5 illik ixtisasımı bitirib, fortepiano üzrə başlamışam. Bəli. Oxumayacaqsan? Oxuyacaq. Oxuyacaqsan. Fortepianoda özün ifa edəcəksən, özün də oxuyacaqsan. Biz də var ha burada, yaxşı? Növbət dəfə bəlkə olar. Özün ifa edəcəksən, özün də oxuyarsın. Amma böyük məmnuniyyətlə istəyərdi ki, bax bizim bu istedadlı Nuray balamızın ifasında Füzuli kantatasını sizə təqdim edək. Çünki o qədər gözəldir. Onu hər insan da ifa eləyə bilmir. Çünki ona bir cəsarət lazımdır. Bir də tanrı istedadı. İstedadı, hansı ki Nurayda var. Nuray, sən dəvətli idik Buyur və o Nuray. gözəl ifanı tamaşaçılara təqdim edək. Buyurun. Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı? Muradım şəm'i yanmazmı? Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı?
ne sevdadır. Bu sevdada usanmaz mı? Minnətdarıq Nuray gözəl sağ ol, ifadına görə Nuray. xatırladırıq ki, Füzuli kantatasından danışırıqsa buna həm də Şəbi Hicran deyirlər. Cahangir Cahangirovun bəstələdiyi və bizə bəxş etdiyi ən dəyərli əsərlərdən biridir. Nuray Şahsuvarlı bugün bizimlə bərabər gözəl ifasını təqdim etdi.